Dediyim kimi xeyli insanların problemidir. Oynaq xəstəlikləri və istər osteoxondroz olsun, istər fəqərələr arası diskin yırtığı olsun, fəqərələr arasında olan sinir sıxılması olsun. Bütün hallarda insanların bəzən yerişini pozur, bəzən keylik yaradır, hissiyatı kəskin şəkildə azaldır. Ona görə də bu insanlarımıza problem yaradır. Özdə oynaq xəstəlikləri belədir ki, bəzi oynaq xəstəlikləri ümumiyyətlə, məsələn, revmatoid polariti yayılır, oynağın quruluşunu dəyişir və yaxud da ki, podagra, urat duzunun yığılması, bəzən elə adamlar gəlir, əl, ayaq əyilmiş bir formadadır, heç bir hərəkəti, heç bir əmək qabiliyyəti olmur. Yəni, bütün hallarda bizim bilməliyik ki, bax, bağımızda da görürük, xüsusilə dəniz qırağında bağ olan adamlar görür ki, hansı ağacın qaməti düz deyilsə basırılandan, o yaşamır, əyilir və tez məhv olub gedir. İnsan da elədir. İnsan da bəli, bu dəqiqə nə imkanı var, mütləq qorumalıdır, mütləq qamətini qorumalıdır, həmişə bərk yerdə yatmalıdır, Nişinin üsullarına riayət eləməlidir ki, düzəlsin. Məndə də hiss olunur, adam bəzən peşə ilə əlaqədar olaraq gör, neçə illər üzü aşağı resep yazırsan və sonradan sonra onu geri qaytarmaq üçün nə qədər əlavə əziyyət çəkirsən. Ona görə də qamətinizi düz saxlayın ki, sağlamlığınızı hər zaman qoruya biləsiniz.